Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın İSYAM Dableyev hava qatarı mərkəzinin model proqramlarının ən son təhlillərlə tanış oluruq. Xüsusilə bu yağıntı parametrlərinə əsasən mayın 21-dən 22-sinə keçən gecə saatlarında 22 may səhər erkən saatlarda və 22 may günün birinci yarısına qədər olan müddət ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində və Bakının ətraf qəsəbələrində topa yağış buludlarının aktiv inkişafı etməsi üçün münbit sınaqlı şəraitin yaranması gözlənilir. Bu modeli daha da diqqət edəcəkdə biz görürük. Xüsusi ilə də mayın 22-sinə keçən gecə saatlarında artıq Bakının əvvəlcə qərbindən daxil olan artıq topa yağış buludlarının tədricən Xəzər dənizinin cənubundan Abşeron arasına doğru daxil olması gözlənilir. Bu prosesi biz yaxından izləyəndə onu görürük ki, Bakı, Abşeron, Sumqayıt arasında mayın 21-dən 22-sinə keçən gecə saatlarında prosesin qısa müddət ərzində qəflətən şiddətlənməsi ehtimalları var. Xüsusilə də Xəzər dənizindən daşınan bu ekstratropik siklon sisteminin gətirdiyi yağıntı buludlarının topa yağış buludlarının Xəzər dənizindən birbaşa Bakıya daşınması gözlənilir. Bakının xüsusi ilə də cənub, qərb, cənub və cənub-şərq, şərq və şimal-şərq rayonlarında, yəni Bakının xüsusi ilə də Abşeronun cənubundan daxil olan sistemin Abşeronun mərkəzi və artıq şərq rayonlarına doğru yayılması gözlənilir. Mayın 22-si gecə saatlarda bu prosesin kifayət qədər qəfildən güclənməsi ehtimalları var. Bu barədə birbaşa olaraq PEC və radar məlumatlarının təhlilləri əsasında ən son dəqiqə məlumatları kanalda yayımlanacaq. Sistem kifayət qədər güclü ola bilər və dolu ehtimalları da var. Dolunun yaranması haqqında məlumatları qlobal modellər göstərmir, lakin bu prosesin qısa müddət ərzində şiddətlənməsi ehtimallarını nəzərə alaraq, yəni bu dolu riskini də 2%, 3% belə olsa artıq iqlim dəyişikliyi nəticəsində bu prosesin qısa müddətli güclənməsi gözlənilir. Mayın 22-sinə keçən gecə saatlarında Abşeron arasında kifayət və ciddi topa yağış buludlarının aktiv inkişafı gözlənilir. Bu prosesin qısa müddət ərzində güclənməsi ehtimalları var və nəticədə proseslər nəticəsində Leysanın Abşeron arasında su basmalarına səbəb olması ehtimalları var. Bu barədə ən son təhlillər haqqında kanalda birbaşa PEC və radar məlumatlarının təhlilləri əsasında qısa və uzun videolar kanalda yayımlanacaq.